Paytaxtımızda hələ də kvadrosikl əyləncələri yoxdur. Amma buna baxmaraq, bəzi insanlar var ki, şəxsi kvadrosikl əldə etməklə öz həyat bacasında özünə şad anlar bəxş eləyir. Sözün düzü, bəzi insanlar deyəndə bir nəfəri nəzərdə tuturdum. Kim ki artıq kvadrosiklı alandan sonra bununla da kifayətlənmir. Necə deyərlər, özündən bir hoqqa çıxarmaq istəyir. Ümidvaram paytaxtımızın mərkəzi küçələri tez bir zaman belə kvadrosiklərlə hoqqa çıxaran şəxslərlə dolmayacaq. Axı biz də belə tez alışıb yananıq. Bugün Məcidzadə Rövşənin həyatında şad hadisə baş verməlidir. Belə ki, o bu kvadrosikli iki təkər üstünə qaldırmalıdır. Sən inanırsan ki, bu kvadrosikli iki təkər üstünə qaldıracaqsan? Bəli, mən inanıram. Çünki mən bu kvadrosiklarla çox məşq eləmişəm və inanıram ki, bunu qaldırmalıyam. Neçə müddətli məşq edirdin? 3 ay olar ki, mən məşq eləyirəm. Mən tez-tez ərəbə miniklərinə gedirəm və orada bununla daha yaxından, bu kvadrosiklarla daha yaxından tanış oluram. Orada bir dostum var, hətta biz mərcələşmişdik onunla. Bir əli haqqda dostum var. O mənə demişdi ki, sən bunu iki-çarx eləyə bilmərsən. Amma mən məşqlər elədim və istərdim ki, bunu iki-çarx edeyim. İki-çarx üstündə. Kvadrosiklərlə maraqlanan 22 yaşlı Rövşən 181 nömrəli orta məktəbi və Azərbaycan Beynəlxalq Universitetinin gömrük işinin təşkili və idarə etməsi fakültəsini bitirib. Vaxtını dəniz kənarında keçirməyi sevən bu gənc xarici ölkələrə səyahət etməyi də xoşlayır. Gənc olmasına baxmayaraq, o artıq dünyanın bir sıra ölkələrində olub. Bu ölkələr sırasında Türkiyə, İran, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İspaniya və Latviya da var. Özünün dediyinə görə o ən çox Ərəb Əmirliklərinə gedir. Çünki məhz burada kvadrosikillara daha çox maraq göstərirlər. Rövşən dostları ilə birgə Dubayda keçirilən kvadrosikl yarışlarına azarkeşlik edir. Bütün bunlarla yanaşı Rövşən boş vaxtlarında avtomobil və texnologiyanın son nailiyyətləri ilə də maraqlanır. Daima axtarışda olan və vaxtının çoxunu kompüter qarşısında keçirən bu gənc, həmçinin piratçılığa qarşı müxtəlif layihələr də hazırlayır ki, bir sıra təşkilatlar artıq bu layihələrlə maraqlanıblar. Amma bütün bunlara baxmayaraq, hazırda Rövşənin əsas marağı kvadrosikillara yönəlib. Əsas məqsədi isə kvadrosikli iki təkər üstünə qaldırmaq. İndi isə gəlin baxaq, bu şad hadisə baş verəcək, yoxsa yox? Zaman axtarışda olan və məqsədinə doğru gedən insan mütləq istədiyi nəticəni əldə edir. Elə bizim həm söhbətimiz kimi. Baxmayaraq ki, mən kvadrosikl sürə bilmirəm, amma inanıram ki, nə vaxtsa mən də onu iki təkər üstünə qaldıracam. Və siz də mənim bu cəsurluğumun şahidi olacaqsınız. Seva Camalova, Vüsal Oqtayoğlu, şad xəbəri üçün. Afinada yaşayan Marianna'nın şad günüdür. Uzun illər apendisitdən əziyyət çəkən